bəh. Üç rəhli bayrağımız dalğalanır. Üç rəhli bayrağımız altında elimizin, obamızın dəyərli, qiymətli oğul qızları hər biri birləşib. Bax, bu üç rəhli bayrağımızın Şuşa dağlarında, Qarabağımızda dalğalanması üçün canından keçməyə hazır olan veteranlar ailəsinin həyətindəyik. Biz şəhidləri unutmarıq heç zaman, bunu heç etmirik güman. Vətənimin imdadların, yenilməz poladların, var sözümün hikməti, millət unutmaz qəti. Qazilər də var olsun, Allah onlara yar olsun. Zəfər zəngi çalındı, Qarabağımız alındı. Hamı danışdı, dindi, millətimiz sevindi. Eşqini tutduq baxa, şükür bugünə Allaha. Sevinç yükün daşıyırıq, şükür rahat yaşayırıq. Elə güləriz şən bacı. Mən bütün bizi izləyən böyük ailəmizin hər birini salamlayıram. Hər birinizi xoş gördük, gün ortanız xeyir olsun. Qeyrətli oğul qızlar, qeyrətli qardaşlar, bacılar, sizlərin maddi dəstəyi ilə xeyriyyə işlərimiz hər gün günü-gündən gözəl şəkildə həyata keçir. Bugün də bu işimiz çox yüksək səviyyədə həyata keçir. Mən hər birinizdən xahiş edirəm ki, bugünkü videomuza 1 milyon like verəyin. Əziz dostlar, 1 milyon sizlərdən like gözləyirəm. Çünki milyona dəyən, milyona layık olan bir layıklı iş görmüşük. Ona göre de 1 milyon bu videodan layık gözləyəcəm. Deməli, əzizlərim, bilmirəm hardan başlayayım, bilmirəm hardan qurtarım. Həddindən artıq həyacanlıyam. Bax, danışa-danışa ürəyim əsir həyacandan. Çünki bura gələnə qədər yolda bir neçə dəfə həyacandan az qalmışdı ki, qayda pozam. Amma özümü soyuqqanlı saxlayıb və bura problemsiz şəkildə gəlib çatmışam. Bilirsiniz niyə, əziz dostlar? Bilirsiniz niyə? Ona görə ki, hər dəfə böyük ailəmiz, xeyriyyəçi qardaş bacılarımız bizləri duyğulandırır, bizləri sevindirir, bizləri qürurlandırır. Axşam gözəl bir tarixi hadisəyə imza atmışıq. Bir balaca istəyirəm, geniş danışam, ondan sonra məni başa düşəcəksiniz. Yəqin ki, bu evin tikintisini usta kimi həyata keçirdən Məhəmməd ustamızı tanıyırsınız. Onun anasının səhhətini, onun anasının vəziyyətini çox gözəl başa düşürsünüz. Adam neçə ildir yataq xəstəsi olan anası üçün min bir əziyyət çəkir, min bir zulüm çəkir. Qardaşımız bir neçə ay bundan qabaq anasını xəstəxanaya, Bakıya aparmaqdan ötəri heç bir yerə əli çatmayıb, heç bir yerdən güman yeri olmayıb. 3 ay bundan öncə məcburən bax bu kənddən bir nəfərin vasitəçiliyi ilə 1500 manat sələmə pul götürübdür. Aylıq 300 manat sələm üstü olmaqla. Yəni ki, 20% sələmlə. Deməli, Məhəmməd ustamız bilirsiniz, elə Arifin də evində, Eminin də evində yarı qiymətə işləyir. Yəni ki, normalda məsəl üçün Arifin evində və yaxud Eminin evində Məhəmmədə biz verəcəyimiz 10.000, 12.000 manatın yarısını alır. Bu xəbəri eşidəndə Məhəmmədə bildirdim ki, Məhəmməd, inşallah özüm birinci olmaqla səni bu zulümdən, səni bu bəladan qurtaracağım. Bəli, dediyim və dediyimi də etdim, sözümün üstə durdum. 200 manat özüm birinci olmaqla yardımcı oldum və Məhəmmədin bu problemini, bu acısını inşallah öz acım bilib Məhəmmədin bu bəladan qurtardıq. Yəni ki, əziz dostlar, Məhəmməd ustamıza götürdüyü sələmi may ayının üstünün faizi ilə bir yerdə 1800 manatdan da elə artıq pul yığdıq. Kimin sayəsində? Əlbəttə ki, sizin kimi dəyərli, qiymətli oğul qızlarımızın
sayəsində. Bugün mənim üçün bu bir əlamətdar bir hadisədir. Bugün mən elə başa düşürəm ki, nəinki 25 ev, bəlkə də bu hadisə, bu etdiyimiz əməlimiz onlarla evin tikintisinə bərabərdir. Çünki bunu səhər-səhər bizə Kənan qardaşımız da bildirdi ki, Elşən qardaş, o ana bir yandan xəstəliyinin acısını yaşayır, ağrısını yaşayır, bir yandan da içində bir narahatçılıq yaşayır ki, oğlum mənim xəstəliyim üçün, mənim sağlamlığım üçün sələm götürüb və bugün o sələmin acısını, ağrısını yaşayır. Mən Məhəmmədlə, əziz dostlar, çay içərkən Məhəmmədə sual verdim bu hadisədən qabaq. Hələ bu hadisəni bilmirdim, yəni bu sələm məsələsini. Ki Məhəmməd, niyə belə qəmlisən, elə bil nəsə fikirlisən, nəyinsə narahatçılığını yaşayırsan. Düzdür, onda mənə deməmişdi sələmim var. Bildik ki, nə belə problemlərim var, gecəni yata bilmirəm. Səhərə qədər yerimin içində, fikirdən yata bilmirəm. Da mən çox dərinlinə getmədim. Dedim, olar, bəlkə də evdə, ailə daxili hər hansısa bir problemi var, amma bilməzdim. Problem budur. Bilmiş olsaydım, elə dərhalda o problemin həllinə çalışardım. Bəli, Məhəmmədin gözlərində bir narahatçılıq, Məhəmməd nəsə bəlkə demək istəyirdi, amma qüruru ona imkan vermir ki, bu sözü desin. Yaxşı ki, bir gün bu söhbətin üstü açıldı və bu söhbətə, bu işə əl qoydum. Böyük ailəmiz. Allah hamınızı var eləsin, içində mən olmaqla. Elə məni də Allah var eləsin. Allah məni də qorusun. Allah məni bu elə ovya çox görməsin. Bu tərif deyil, sadəcə olaraq onsuz da hər birimiz bir gün bu həyatdan köçəcəyik. Amma mənim nə qədər çox yaşamağım bilin ki, ehtiyacı olan insanların yaxşılığı üçündür, rifahı üçündür. Ona görə özümə bir balaca da sizlərlə bərabər bir balaca sağlam ömür arzu edirəm. Nəysə, gözəl ailəmiz axşam yerdə qalan pulu yığdıq. Hələ əlavə olaraq Məhəmmədin pulunu yığdıqdan sonra da Fəzalə də bir əl atdıq. 150 manat da Fəzail usta üçün əlavə pul yığdıq. Niyə? Çünki ona görə ki, eynən işi, eynən humanistliyi, eynən o yardımı Fəzail usta da Məhəmmədlə bərabər göstərir. Qərara gəldim ki, elə qoy Fəzail ustamıza da bir balaca da köməyimiz olsun. Bəli, oldu. Böyük ailəmizin qeyrətinə qurban olum. Onları verən Allahın varlığına qurban olum ki, bir kəlməm, bir dəqiqanın içərisində, dəqiqə çəkmədi ki, deyəndə ki, Fəzailə qədər 50 manat yardım toplayalım, dərhal bir dəqiqanın içərisində 150 manat qardaş bacılar tərəfindən yardım gəldi. Bu yardımları kimlər göndərdi, bunu canlı izləsəniz, şahidi olasınız. İnşallah o yardımı Məhəmmədə, Fəzailə təqdim edəndə birbaşa dəftərdən deyəcəm, biləcəksiniz. Hələ ki, axşam yazılan pulların hər biri əlimizdə deyil. Çünki dünən bir neçə qardaşlar bildirdi ki, günün ikinci yarısı göndərəcəm. Mən də inşallah o pulu sabahki çəkilişimizdə gətirib təqdim edəcəm. Çünki bura ikinci çəkilişdə gələ bilməyəcəm. Allah hər birinizin övladlarınıza qismət eləsin. Bugün dostumuzun, yaxın dostumuzun toyudur, yəni parça kişidir. Ailəvi olaraq o məclisdəyik, dəvətliyik. Yəni çəkilişi buradan çəkib qurtarıb, həmən məclisə gedəcəm. O yüzden günün ikinci yarısı gələ bilməyəcəm. Demək istədiyim odur ki, əziz dostlar, həqiqətən də çox gözəl və möhtəşəm bir işə imza atdıq. Bir daha qeyd edirəm, başda Almaniyadan Real qardaşımız, başda Ordubadlı Elnur qardaşımız olmaqla maddi və mənəvi dəstəyi olan hər bir kəsin qadasını alın. Allah hər birimizi korusun inşallah.
Ustalarımızın sabahı xeyir olsun. Yorulmayasınız. Eliniz, qolunuz var olsun. Məhəmməd Usta. Sizə salamlayıram. İndi bax əzizlərim, o qəmli gözlərdən artıq sevinç Allah değməsin, Allah onları saxlasın. Amin. Çox minnətdaram onlardan. Axşam o qədər sevinə yatdım ki, Allah böyük aləmizi qorusun. Ay maşallah. Allah balalarını saxlasın, Allah canlarına dəyməsin. Amin Allah. Amin Allah. Getdiyi yollar həmişə açıq olsun onların üzrə. Amin ya Rəbbim ya Rəsulallah. Sən sevindirəm. Təşəkkür edirəm Emin qaqa. Allah çox xeyir versin. Amin. Mən də böyük ailəmizi salamlayıram. Allah hər birinin canını sağ eləsin, balalarını xoşbəxt eləsin. Amin. Belə gözəl işlər görürlər. Məhəmməd qardaş bu axşam sevindirər. Allah canlarını sağ eləsin. Sağ olsun. Çox sağ olsun. Fəzal Ustanı da orada tək qoymadılar. Ona da dəstək olsun. Allah hamısını sağ olsun. Var olsun. Allah hər birinin balasını xoşbəxt eləsin. Amin. Təşəkkür edirəm. Mən əziz dostlar bu sözü həmişə deyirəm. Bax sözü həmişə deyirəm və dediyim sözündə həmişə üstündə dayanmışam. Elə üçünüz də yan-yana gəlin. Üçünüz də yan-yana gəlin. Gəl sən də gəl Ayşə. Bax bu simalara diqqətlə baxın əziz dostlar. Bax bu 3 dənə kişinin üzünə baxın. Bunların üzündən qeyrət yağır. Sağ olun. Bunların üzündən abır, ismət yağır. Həmişə belə qeyrətli olanlar ki var, ha, belə abırlı. Bax Emin çox qürurlu qardaşdır. Emin nə yaşayırsa içində yaşayır. Nə ağrısı varsa içində yaşadır. Amma o ekran qarşısında heç vaxtı gözündən damcı da olsa yaş axıtmır. Çünki o qüruruna sığışdırmır. Nəyə var içində boğur. Eynən Məhəmmədin də, eynən Fəzalinin də. Bax bunların üçü də o kasıbçılığı, o əziyyəti, o zilləti yaşamış oğullardır. Demək istədim odur ki, bax bu simaların sahibləri hər zaman qeyrətlə, qürurla yaşayırlar. Yəni ki, bax bu qardaşlara göstərdiyimiz kömək ki var, yardım ki var, bilin ki bunların hər biri qat-qaz, qat-qat geri qayıdacaq. İstər Fəzahir tərəfdən, istər Məhəmməd tərəfdən, istər Emin tərəfdən. Düz, qarşılıqlıdır. Emin zamanında bunu edibdir. Öz mərdliyi ilə, öz oğlanlığı ilə, öz süzayəti ilə. Emin büyündən sonra heç nə evindən gözləmirik. Heç Məhəmməddən də Fəzaldən də gözləmirik. Çünki artıq iki evdə bunlar öz mərdliyini göstərdilər. Bugün hər birimiz bilirik ki, ustalara tələbat həddindən artıq böyükdür. Nəinki ustalara, əli bir çəkiş tutan, metranı bilməyənlər belə bugün Qarabağda usta kimi işləyir, hətta proqraf kimi işləyir. Bugün peşəkar, hər ikisi peşəkar ustadır. Hər ikisinə bugün tələbat var, amma baxın, bunlar Arifin evində işləyərkən söz verdilər ki, Eşən qardaş, nə qədər ki sənin bu layihən var, biz bu layihədəyik. Bizim üçün fərq etməz. Bizə qiyməti sən deyəcəksən. Bax, bunun Məhəmməd və Fəzail bildirmiş ki, Arifin evində. Bizə qiyməti sən kəsəsən. Nə kəssən bizə qanədir. Nə versən bizə qanədir. Düz. Baxın, mən bu simaları, bu üzdə olan bu cizgini, bu gözlərdə olan baxışı ona görə diqqətlə çəkirəm ki, baxın. Düzdür, biz çox üzlər görmüşük. Biz çox insanlar bizim efir qabağında ağlayıb, göz yaşları töküb, çox kişilikdən dəm vurub, nə bilim, çox imandan danışıb, istər qadını olsun, istər kişisi olsun, bunun hamısını görə gəlmişik, böyük ailə, maşallah, bizim kifayət qədər təcrübəmiz var. Biz 25 evi tikib və 25 ailənin bütün dediklərini də görmüşük, eşitmişik, ona görə də bizə bu adidir. Amma hər zaman bir şeyi unutmayın ki, həmişə kasıb, təmiz həyat yaşayan kasıb. Söhbət kasıbın təmiz həyat yaşayandan gedir. Kasıb var ki, kasıb da elə ömür boyda kasıb olmağa layiq. Çünki içində qeyrəti yoxdur, içində vicdanı yoxdur. Amma vicdanlı insanlar, əqidəli insanlar hər zaman sözünün də üstündə durur və hər zaman da həyatını əqidəli yaşayır. Mübariz yaşayır, iradəli yaşayır. Qaqalarıma eşq olsun. Çox sağ olun. Qaqalarıma eşq olsun. Həqiqətən də çox şadam ki, nümunəvi Azərbaycan kişiləri ilə bugün işləyirik.
Azərbaycan kişisinə, Azərbaycan oğluna bugün xidmət edirik. Bir yerdə, komanda olaraq. Qaqalar, Allah sizi yormasın. Sağ olun. Var olun ki, hər bir çətinliyə tabi olmusunuz. Mən sizin məhdiyinizi, mən sizin əzab əziyyətinizi Arifin evində gördüm. Şor çörək soyuqda, marozda, şor çörək yeyə-yeyə siz bir dəfə olsun belə alın tutmadınız. Allah sizinlə canınızı. Siz məndən öz halal zəhmətinizi, yarı qiymətə işlədiyiniz pulunuzu istəyəndə də abırla istəyirsiniz. Bəlkə də inanın Allaha ki, 10 dəfə xəcalət çəkə-çəkə, bir-birinin üstünə atırlar. Fəzail Məhəmmədə deyir, Məhəmməd Fəzailə deyir, yox, mən deyə bilmərəm. Əzlərim, 100 manat pulu mən bu qardaşlara 100 manat öz halal zəhmətlərini verənə qədər milyon dəfə bunlar təşəkkür edirlər. Milyon dəfə ki, Erşən qardaş var ol. Halbuki çox ustalarla işləmişik. Əsas usta olmaq deyil, əsas insan olmaq deməkdir. Əsas içində, qanında mərhəmət olsun. Hər bir ustaya böyük hörmətim var, sənətinə, işinə. Söhbət ondan getmir. Hamımıza pul ehtiyacdır. Bugün mən də bura gəlməkdə pula görə gəlmişim. Mənim də özümün tələbatlarım var. Hamımızın. Söhbət ondan getmir. Heç kimi də buna görə qınaya bilmərik ki, sən niyə misal üçün pul istəyirsən? Onsuz da hər kəsin pulunu artıqlamasıyla verdik. Onsuz da Məhəmmədin, Fəzailin gördüyü işi zaman gələcək, 10 qatını verəcək. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, insanın insanı başa düşməyindən, Məhəmmədin məni başa düşməyindən, Fəzailin məni başa düşməyindən gedir. Ki, bu insanlar qarşı tərəfə başa düşür. Bugün Fəzail Məhəmmədə görə buradadır. Məhəmmədlə kəsdiyi çörəyə görə buradadır ki, Məhəmmədlə çörək kəsmişəm. Məhəmmədin evində, Arifin evində Məhəmmədin dostu Fəzail kimi gəldi və öz kişi kimi, öz kəsdiyi çörəyi itirməməyin xətirdə bugün də buradadır. Biz onsuz da çox çörək itirən insanları gördük. Onlara oğul deyə bilmərəm. Bunu hamımız görmüşük, böyük ailə. Bizim gözümüzün önündən 7 illik bir serial keçib, həyat serialı. Hamımız hamını qəşəng tanıyırıq. Hər kəsin də qiymətini zamanında və vermişik. Kimin kim olduğunu da qəşəng bilmişik. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, şükürlər olsun bugün kişilərə xidmət edirik. Şükürlər olsun bugün kişilərə çörək veririk. Allah sizin çörəyinizi bol eləsin. Allah sizi yormasın. Mən özümə bunu boş bildim ki, sizin bax, bu qiymətinizi tamaşaçılar önündə layiqincə qiymətinizi verməliyəm. Var olun. Əliniz qolunuz ağrımasın. Sabah Allahın izni ilə Məhəmməd. Ola bilər axşam, amma yox. Sabah sayıb əlimlə 1800 manat sənə, 150 manat da Fəzail sənə. Verəcəm ki, bax buradan aldığın o halal alım təri ilə, aldığın o pulla anava, ailənə inşallah kömək göstərəsən. Əliniz qolunuz ağrımasın. Ayşən bacı, Allah çox-çox xeyir versin. Xoş gəlmisiniz. Çox sağ olun bacım. Salamlayırıq. Allah hamısını canı sağ eləsin. Allah hamısını cibini dolu eləsin, qardaş. Sevindik. Mənim də evimin polu varmış. Mən də pol silərəmmiş. Qardaş, bunu mən sevə-sevə siləcəm. Allah sizin balalarınızı saxlasın. Allah sizin qazancınızı bol eləsin, canınızı sağ eləsin. Bundan gözəl heç bir şey ola bilməz. Sən çəkdin, sən işıqlandırdın, sən bizi ev eləyirsən, qardaş. Böyük ailəmiz bizi ev eləyir. Biz bunun qədrini bilməliyik. Əgər biz orada nəsə bir yanlışımız olarsa, bizi bağışlasınlar. Üzr istəyirəm, əgər yanlışımız olarsa, indi onlar uşaqlığımıza verərsiniz də, qardaş. Səhv eləyəriksə, qadanam. Allah sizlərə dəyəsin. Allah sizin qazancınızı bol eləsin. Bizi belə gözəl evə çıxardasınız, bizi belə gözəl şəraitə çıxardasınız. Bundan gözəl heç bir şey ola bilməz. Mən bunu sevə-sevə siləcəm. Bunu sevə-sevə təmizləyəcəm. Allaha and olsun, qardaş, danışıram, ürəyəməsin. Mən bu gözəllikdə oturacam. Bunun hamısı sizlərin sayəsindədir. Allah sizə dəyməsin, qardaş. Allah çətin işinizi həmişə hazırlıq eləsin. Bundan gözəl heç bir şey ola bilməz. Vallahi ola bilməz. Mən bunu bir sənə siləcəm, qardaş. Allaha and olsun. Qardaş, belə gözəllik heç halda yoxdur. İnşallah. Bunu nə bunu Emin, gedib fəhləli yedim, bunu bir boy eləyə bilməz. Bu sizin sayənizdən. Allah sizin balalarınızı saxlasın. Allah sizin balalarınızı xoşbəxt eləsin. Balalarınızdan yarısın sizi. Sağ olun, qardaş. Vallahi bundan gözəl heç bir şey ola bilməz. Bu gözəllikdir. Bu
Vallahi bu gözəllikdir. Allah sizin ürəyinizə görə versin. Allah ustalarımızın bu evimizdə nə bu ev olmasına 24 dənə evdə hansı ustalarımız işləyib Allah onların canını sağ eləsin. Allah qazançlarını bol eləsin. Ruzilərini bol eləsin. Allah balalarımızı saxlasın. Belə əziyyət çəkirsin. Böyük ailəmiz halal pulundan göndərir. Siz də bizə belə gözəllik yaradırsınız. Allah sizin balalarınızı xoşbəxt eləsin. Sağ olun, var olun qardaş. Allah sana dəyməsin. Sağ ol. Allah sənin canını sağ eləsin. Mən nə qədər desəm də qardaş, vallahi azdır. Sənin Təşəkkür. ürəyinə qurban olsun. Sağ ol Ayşən bacı. Təşəkkür edirəm. Allah sizi yormasın. Həqiqətən də Ayşən bacının bütün hissləri başa düşüləndir. Adam nə deyir? Sadəcə olaraq adam doğruları deyir. Əziz dostlar, həqiqətən də mümkündür. Ey qardaş, Ayşən bacı öz gücünü, öz imkanına bunu etsin. Zaten etsə illər edərlər. Neçə illər yarıda qalmışdır. Amma sizin ürəyiniz, sizin mərhəmətiniz, sizin gücünüz, birliğiniz sayesinde ama biz bunu edirik. Eşk olsun. Elimizin, obamızın, değerli insanlarına. Eşk olsun. Halkımızın, milletimizin heyyetli insanlarına. Videomuzu her birimizden paylaş edelim. Paylaşın ki, bu kimi gözəl xeyirxah əməllərimizi, bu kimi gözəl xeyirxah işlərimizi qoy bütün Azərbaycan insanları görsün. Axırıncı da bu. Ay maşallah, ay maşallah. Artıq axırıncı otağımızın polu vurulur, böyük ailəmiz. Axırıncı otağımızın polu vurulur, maşallah. Bütün otaqlarımız hazır, ev demək olar ki hazırdır. Əziz dostlar, Patagonik yerlərinə qədər asılıb, Gəncəli Ramil qardaşın böyük ürəyinə qurban olun. Allah onun da 2 gün balasını gözünə sıraz eləsin. Ramil qardaşın sayəsində bugün biz evimizin aynalarının qoyulduğunu görmüşük. Var olun, gözəl izləyicilər. Allah hamınızdan razı olsun. İşimizdə gördük, şahid olduk. Günü-gündən evimizin tikinti işi günü-gündən yekunlaşmağa doğru gedir. Hər gün bizi finala aparır. Hər gün bizi bu gözəllik finala aparır. Allah Asım əmmizə də ömür versin, can sağlığı versin. Asım əmmizə də Allah bu evin üstündən Ailəni salamlayıram. əsk eləməsin. Allah gördüğümüz işlərdə həmişə sizin müvəffəqiyyətlər versin. Can sağlığı. Heç bir çətinliyiniz olmasın. Allah sizləri var eləsin. Təşəkkür ederim. Biraz çahlım ağrıya gör danışım. Dərsin elə mən də biraz xəstələnmişəm. Gündən oldu, havan dəyişmədi. Amin. Sağ olun. Sağ olun. Böyle bu neydi? Üzür istəyirəm hamınızdan. Dönə. Hörmətli izləyicilər, çəkilişimizi yekunlaşdırıram. Dediyim kimi gedirəm əynim başalam özümə. Yoldaş ailəvi toydu. Gözəl günlərə geyinək. Evdən tapşırdılar ki, həmişəki paltarda getsəm biz getməyəcəyik. Bir şalvarın içində də geyiniyorlar. Bütün toylarda, bütün məclislərdə eyni paltardayam. Allah həmişə Həqiqətən özümə çox geyim baxımından biganayam. Yox, lazım. Yox, nəysə xoşlamıram. Həqiqətən xoşlamıram. Bir var elə bir həvəskar olasan. Bax ömür boyu geyimin bax budur. İsmartını bilən. Yox, sərqəli geyimə heç nə yox, amma elə bir da ay gedim falan toydu, falan paltar geyin, bir paltarı danlamasalar Allahın adı haqqı. Danlayan olmasa elə bir ömür boyu gələr. Bax bugün elə bilirəm ki, bax Allah haqqı olanı deyirəm. Bax bu dəqiqə o bazarda gedib bir ayaqqabı, bir şalvar, bir köynək almaq elə bilirəm ki, gedirəm 3 vagon sement boşaldı. Yox, o da. 100 cür bəhanə elədim, Sən nə yaşın? altından çıxa bilmədim. Şəhşə, Ruslan deyə bax. Ben biraz, Eyni paltarda gelsəm mən getməyəcəm. ben biraz görürsen burada bir genel yeleği bir gelin der ki sana yok hiç. Sana bakan bize kıymet verir. Elini temiz sakla. Yumuşum da hala değiş.
ya almağa mı gedəndə öz alar mən paltar. Neyse ben bilmiyorum. Ha, Ben yok, hoşlanmıram lazım, da o da ben yani istəyirəm ki ömür boyu bir Mən də paltar biraz giyim. bicaniyəm elə şey. Mən yaşlı adamam, mən gündə bir paltar giyirəm. Yox elə əvvəldən məndə olmuyor elə şey ki, yəni dəbdəbəli geyinəməm, gündə bir paltar. Mən də hər zaman. Dəyişək yaxşı şeydir. Ha, ona söz. Dəyişək o Lazım, işte. İndi o da. hər gün eyni. Ben sadəcə olaraq aldığım maksimum 15 manatlıq köynək olar. Yox, mən də elə paltar giyirəm. Nəysə əzizlərim, qurban olum hamınıza. Uca Allah, uca Allah, böyük ailə. Mənim səsimi duyan, eşidən hər bir kəs. Amin yazmasanız günah özünüzündür. Mən sizə, bax mənim səsimi eşidənlərə deyirəm. Mən sizə bu arzunu arzulayıram. Əgər mənim bu arzum istəyirsinizsə Çin olsun, onda amin sözü yazın. Gör nə deyirəm. Yazsanız bilərəm ki, siz bu arzunu istəyirsiniz. Uca Allah hər birinizin balalarınızı xoşbəxt eyləsin. Amin Allah. Amin Allah. Uca Rəbbim səsimi eşidən kəslər, hər birinizin qapınızda övlad, nəvə, nəticə, toy qismət eləsin. Amin Allah. Amin yazanlar bilirəm ki, ürəyindən keçir. Yaza bilməyənlər Allah köməyiniz olsun. İnşallah Allah sizləri qorusun Ayşən bacı. Sabah qurbanımız olacaq. Allah qurbanınızı qəbul eləsin. Tovuzlu bibimiz yenə qurban kəstirir. Allah canı sağ eləsin. Bibi bildirib ki, Ayşən qızıma ət verərsən, əfəndim Arifin təzə evinə ət apararsan, qoy Ayşən bacı yemək problemi yaşamasın. Sağ ol. Bilmirəm nə pişiribdi. Ya bu aslanın arzusudur. O kartofdan tərə ölür. Aslanın yeməyi kartopsa deməli qiyamətə Amma yaxınlaşır. ustalarımıza qəşəng Bir xətr dəqiqə eləmişəm. sən canı. Ha aslında artıq aslan kartof yeyirsə deməli O uşaq biraz düzü. mən başqa şey deyirdim. Aslanın yeməyi ət olar. Hə. Hə, kotletimiz ay vəfa ay Ramil. Sonra deyərək ki, Çörəyin anası. yo, Elşən kotlet qatdı. Yemirəm, heç nə yemirəm aşıq. Bir olma yeydilər. Yo, gedəcəm toya. Toya Hə, da. Həmişə toy eləsin qardaş. sağ ol, var Allah olun. balalarına da qismət eləsin. Minnətdaram. Böyük ailəmizin o uşağına eləmədiyi bir toy qapısında Allah onlara da qismət. Amin. Amin ya Rəbbim. Amin ya Rəsul Allahım. Allah sizlərə can Sağ sağlığı ol. versin. Sağ Minnətdaram. olun qardaş. Gün olsun əziz dostlar. Gün olsun. Bax bu boyuşqanı buradan qumu şey belə buradan götürürük. Buradan o bizim bu qapıdakı düzəltdiyimiz stolları gətiririk. Burada açıq havada axşama doğru bəh. Ay Allah. Emin qardaşın evinin tikilib qutaran günüdür. Açılışdır. Stolları gətirmişik, düzmüşük bura. Nə gözəl. Sazdan, qavaldan, tardan, kamandan. Bəh. Qaryadı kişi bax o evin küncündə manqal qoyubdu əziz dostlar. Qaryadı kişi kababı pişirir. Anam güllü bozbaşı pişirir. Samaya nənə bu yanda özü addenli pulov hazırlayır. Qızlar əllərində xonça, biri qabın yuyur, biri qaşığın yuyur. Ha bu nə gözəllikdir bu qapıda yaranıb. Bəh. Elşən də açır canlını, bütün el-aba, bütün bizi izləyənlər, bütün bu işə maddi, mənəvi yardımcı olan hər bir kəs də canlı izləyir və sevincə qatılıbdır. Allah o gün. Yorumlarda dayanmadan yazırlar Elşən qardaş bizim adımızdan Ayşən bacıya göz aydınlığı ver. Hamısını canı. Gün olsun balalarının toyu olsun. Amin. İnşallah. Əziz dostlar. Hamının balasına. Rəbbim sizləri qorusun. Sağ ol. Hər birinizlə fəxr edirəm. Böyük ailəmiz. Nə yaxşı ki varsınız. Azərbaycanda nömrə 1 YouTube kanalının izləyiciləri olan Elşən Mustafayev komandasına eşq olsun. Eşq olsun. 100.000 dəfə eşq olsun. Allah hamısını Azərbaycanda nömrə 1 Elşən Mustafayev YouTube kanalına brend olan, rəqibsiz, heç bir rəqib tanımayan, daimi irəli, daimi öndə, hər zaman önə, doğru, iri addımlarla irəli gedən Elşən Mustafayev komandasına eşq olsun. sağ olun qardaş. Allah komandamızı Allah bəd nəzərdən qorusun. Amin Allah. Allah bizim bu birliğimizi sarsıtmasın. Amin Allah. Allah bizlərin içərimizə şeytan zilitli, şeytan hislətli insanları imkan verməsin. Allah onlara fürsət verməsin. Amin. Allah onlara məqam verməsin ki bu birliğimizi pozsun. Verməsin. Zaten zaman bizim bu birliğimizin pozulması üçün dırnaq arası əllərindən gələn hər bir işi görübdülər. Amma uca Rəbbim buna imkan verməyib. Uca Rəbbim buna möhlət verməyibdi. Bu bəlkə də nəinki Azərbaycanda, dünya tarixində ilkdir. Belə bir
birlik, belə bir cəmiyyət, belə bir gözəl bir layihə dünyada bir dənədir, o da biz Elşən Mustafayev komandasındadır ki, ildə 3 dənə kasıb ailəyə, 5 dənə kasıb yoxsul ailəyə möhtəşəm evi tikir və təmənnasız olaraq o ailənin ixtiyarına verir. Varsa bizə də deyin, biz də o komanda ilə, o layihə ilə, o kollektiv ilə tanış olaq. Mən görməmişəm, bilməmişəm, eşitməmişəm bizimki qədər, bizim layihə qədər. Var olun, böyük ailəmiz. Böyükdən kiçiyə hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun. At çəkmədən, böyükdən kiçiyə, cavandan gəncə, xanımlardan tutmuş bacılarımıza qədər hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Bu birliyi qoruyub saxladığınız və yaşatdığınız üçün. Sağ olun. Hər birinizin əlinizdən öpürəm. Böyük ailəmiz. Salam Elşən, hər vaxtın tekrar sabahın xidmətlər sənələr, canım başım. Bəh, gün gözəl hava var, ancaq əhval-ruhiyyəm yaxşıdır ona görə ki, dünənlərim maşallah olsun. Səhər-səhər baxıram, borç yığılıbdır, şükür Allaha Elşən, şükür Allaha. Biraz istəyirəm haşiyəyə çıxım Elşən. O borç belə bir şeydir ki, onu sağın üçün onu yığmaq belə deyək də, onu 3 dəfə artığını yığırsan. Söhbət o borçdan getmir. Mən bilsən niyə sevinirəm? Sizlər bir ananı əzabdan qurtardınız. O əzab mənalı əzab. Yəni, mənəvi əzab fizik əzabdan çox pis oldu. Nəyə görə? Çünki o ana bilirdi ki, onun övladı, ciyər parası ona görə gedib pul götürüb və üstündə əlavələr var. Götürüb ki, onu sağalsın. O ana sağalsa da o ananın içində incidən bir şey o idi ki, onun o övladı əziyyət çəkir. Heç bir ana, ata istəməz ki, onun övladı əziyyət çəksin. Yəni, heç bir ata istəməz. Və təsəvvür edin, o ana həm canı ağrıyırdı, həm də o borc ananı üzürdü. Sizlər o ananı əzabdan qurtardınız, mənəvi əzabdan. Vallahi, Allah sizi var eləsin. Həqiqətən mən ona görə narahat edim. O borc yığılacaqdı. Ustanı qoyaq bir kənara. Ustanı var olsun. Ancaq siz o ananı əzabdan qurtardınız. Qarcılar, çox arası. Siz onu əzabdan qurtardınız. Allah sizləri var eləsin. Allah mənəvi, maddi mən həmişə deyirəm, fərq eləmir. Mənəvini həmişə birinci deyirəm. Mənəvi orada canlımızda izləyicilərimiz var ki, mənəvi dəstək olurlar, yazırlar, like verirlər. Onların əziyyəti də əvəz olunmazdır. Niyə? Çünki biz 25 manat, 3 manat göndərib səhər onu qazanıb yerinə qoya bilirik. Ancaq onların orada itirilən zamanı, vaxtı heç vaxt geri qayıtmayacaq. Çünki hər bir insan üçün bir saatı getdirsə, o bir saatı milyon da olsa geri qayıdan deyil. Ona görə mənəvi yardım olanları mən alqışlayıram. Çox sağ olsunlar. Saatlarla orada yazırlar, like verirlər, dəstək olurlar, dua edirlər. Maddi dəstək olanlarımızı da hamısını qarşısına baş əyirəm. Allah sizləri var eləsin. Həqiqətən dünən biz bir ananı əzabdan qurtardıq, vallahi. Bu ananın o etdiyi içindəki o sakitcə, o yataqda xəstə canınla, o xəbəri eşidəndə o etdiyi dua var, sakitcə içərisində. Vallahi o dua sizin əməl kitabınıza yazılsın. O dua sizin hər zaman köməyiniz olsun. O duanın qiyməti yoxdur. Allah hər birinizdən razı olsun. Biraz uzun danışdım, haqqınızı halal edin. Çünki nə qədər deyib gülsəm də çox köyrək birisiyəm. Həqiqətən köyrəyəm. Yəni mən düşündürəm bir dənə o ana idi ki, o ana əzab çəkir ki, övladı çırpınır, övladı necə deyərlər, əziyyət çəkir o pula görə. Dərman falan alınır, sağalır insan. Ancaq o mənəvi əzab çox ağır bir şeydir. Yenə də minnətdaram sizə. Var olun. Həqiqətən böyük ailəsiz. Böyük ailəyik. Allah hamımızın canını sağ eləsin. Ömrünüz uzun olsun. Haqqınızı halal edin, uzun oldu. Ancaq ürəyimdən keçdi dedim valla. Allah sizləri var eləsin.